Buradan yuxarıda demək dağlar var da ki, bu su gəlir. Bəli, bəli. Beləliklə biz bu şəlaləyə gəldik. Əli Baba və 40 quldurda oxuyur suyun altında. O xanım. Ona bənzir, bax, yapar. Şəlalənin hündürlüyü nə qədər olsa yaxşıdır. Deməli, müəllim qeyd elədi ki, bu su mənbəyini Ağbulaqdan alır. Bəli, Allah. Yer gəlmişkən elə Ağbulaq və orada bizdə hərbi postumuz var, əsgərlərimiz var. Allah bütün əsgərlərimizi, bütün orduda olanlarımızı, xidmətdə olanları fərqi yoxdur. Allah hər birini qorusun, sağlam can nəsib etsin. Bura gözəldir. İndi isə vaxt itirməyək. Yol gəlmişik, saat 2-yə işləyib 5 dəqiqə. Birə demişdim gələcəm, ha? Gedək, vaxt itirməyək, yolumuza qalın. Gəl. Buyur, buyur. Bax, buraların zənginliyi belədir. Hər tərəf kəhli otur, dağ mənəsi, görək faktiki. Rafət, istədim ki, bitkilər haqqında az da olsa məlumat verim. Bax, bu bitki, gördüyümüz bax, bu bitki, bax, buradayıq. Bu, dizenteriya xəstəliyinin bir nömrəli dərmanıdır. Bunu çayını dəmləyirsiniz, içirsiniz, anında, yəni, ishal olunmuş insanların, bağırsaq boşluğu, bağırsaq sıvılığı olan insanların bağırsağına dəstək olur. Və burada diqqətimi çəkən bitkilərdən biri, hamının bəhbəhlə sevdiyi, gəlin müəllim, kəhli otudur. Kəhli otu. Düzdür. Sonra, buna nə deyirsiniz? Oyma dərəm. Bu oyma dərəm. Sonra, siz bu yeyirsinizmi? Və yeyirik, orta. Bəli, içini bəyə soyulur. O da bax, özü də orada. O qartalıq. Qartalıq, hə. Bu buğa tikanı. Bunu da yeyilir. Xolesterin üçün faydalıdır. Böyük ehtimal bu ərazidə dağ mənəsində mövcuddur. Naxçıvanda ümumilikdə 2500-ə yaxın, səhv etmirəmsə, 2500-ə yaxın bitki örtüyü mövcuddur. Bunun 950-si isə faydalıdır. Bu isə oyma dərən kötüyündən istifadə edirlər. Gedək bir çay içək. Həm də müəllim deyir ki, sonra deyərlər ki, qonaq gəldi, qonağa qonaqpərvərlik etmədi. Buna görə vaxt itirmirik, yolumuza davam edirik. Ən yaxşısı çay süfrəsində görüşərik. Necəsiz? Sağ ol, sağ ol. İzləyirsinizmi? İzləyirik, bəli. Həmişə izləyirəm. Ha, maşallah. Həmişə Dostlar, izləyirəm. yer gəlmişinə birbaşa gəldik bura. Girişi etmədik, amma biraz əvvəl yuxarıdaydı. Çox maraqlı idi. Hə. Yerlə bircə gəzin. Görək necə. Gəlin sizdən. Özün əkib becərsən bura. Ha, dingəşirəm. Ha, maşallah. Yer gəlmişkən məlumat üçün bildirim. Elə kəndin tam üst tərəfdə bir gözəl bir yerdir. Mən burada olmamışdım. Antik əşyaları elə mən danışıram, söz əsnasında göstərənlər. Bu isə onu göstərir ki, bu kəndi hətta burada bunlar yığır. Görən ki, kolleksiyon hazırlayır. Düşünürəm gələcəkdə, məsələn, mən Qırıc kəndində gördüm, Astaran Sım kəndində gördüm, Zaqtalanın Mamux kəndində gördüm. Bir neçə yerdə gördüm ki, kəndin kənarında kənd muzeyi eləyiblər.
istirahət mərkəzində. Bir balaca otaq Ha, ayrılıb. balaca. Ay, mən də düzəltdim. Belə əşya, elə gəl əşyalarına baxa sonra. Deyəsən samovar çayın qoymursan. Ha, qoymuşam da samalar çay. Tərəzisi. Elin gözü tərəzidir deyir. Ha, tərəzidir, hə. Bu işləkdir görürsən. Ha, işləkdir, elə üstün qablarını götürmüşük, işləkdir. Bu maşınkadır. Bu da maşın qabı. Bu da bir maşınka. Bu da köy, lap qədim köy bunlar. Bizim ondan işlək. Ha, qədim bu idi. Rəhmətli mamam gəl ondan Ha, gəlir. Allah rəhmət eləsin, bundan. Pirtə qoydular Hə. içinə. Bu nə daşlardır? Bu Bu mərdanədir. mərdanədir. Bu oturacaq daşıdır. O bu ikisi də Ha, bildim. arpa buğda belə Əldə o vaxt olmaz. əldə edir. Bu da döymək. ha bu ət döymək üçündür, nə şey döymək Və bu üçündür. arada döymək üstündə yanında da bax protivi qazı da Ha. alınır. Maşa bu da su süzəndir. Ha, bu da susuzandır. Bu buynuzdan hazırlanmış. Şey, gəbər, kilim toxumaq. Ha, kilim Budur bax, toxumaq. ha, bax görsən bir doktor. Hə. Bunu rəhmətli tamam Xalça canı. doğru toxuda Özəri, belə hə. presləyirlər onu. Presli ilə, hə. Maşallah, ət maşını yuxarıda. Ət maşınımız yuxarıdadır. İşlədirsən bu ara ət çək. Bu nədir? Uşaqlar oynamaq istəyirlər və atırlar ora gəlir. Hə, kim ki ora salar deyir. Hə, kim sana? Aman aman. Bu da Zəhrə, cəhrədir, daraqdır. daraqdır. Hə. Bunda gəlin, ərazi ilə də tanışın. Bu kino filmi hardan alır? Ha, bizimkidir o. Elə bir Çox- şey verdik qaynıma, qaynım işlətdi, sonra bunu getdik Bunu, özümüz bu mənim qəşəng yadımda Hə. kino klublarda 20 qəpiyə kinolar olurdu, girdi, Hə. Hind filmi 10 qəpiyə olurdu. Hətta lent qırılırdı bir də görün. qırıldı. Dəki qırıldı. Qırıldı. Lentan sal, nə bilim, səs kəsildi. Hind filmləri də Ən çox onda Hind məşhur filmi, idi. hə. Ən son illərdə artıq Hə. 90 neçənci illərdə ilk dəfə Hind türk filmləri gəldi, Mərhəmət. Sonra bir neçə dənə elə kinolar var. Qatbarsın. Ha, o içmiş kat yok, Ha, dağ, içmiş katı. dağ, ne bileyim, qayada, dağda çizib. Bu o vaxtındır. Ha, o vaxt. Bu antikdir, bu Antik bilirsizlərdir. Bəh, bəh. Ha, antikdir. İndi isə gəlin ərə düşünün ki, o qədər Bir də gözəl, mənim bu motor- kimindir? Bu mənim özümün motosikletidir. 1984-cü ildə almışam onu. İşləyirmi? Ha, işləyir, naxadı şeydir. qoymuşam. Papağını əsi eləmə, Ha, ha. papaqsız şey olmaz. Bax, kaskanı, bax, Ha. bax. Ha, bu Ha, bu da kaskanı. kaskadır. Ha, maşallah. Deməli, işləyir indi, xodda sür. Ha, da xodda sürür. Mən ağsaqqal. İki təkərli heç nə sevmirəm. Üç təkər Hə, sürürsən. bir şey ki o özü durmur ayaq Hə, üstə durmur. də. Tormuz versən sən uçub gedirsən. Heyf deyir üç təkər, hələ içində də o vannasında Ha, oturursan. ha, da oturursan. Da. Bəh, bəh. Gedək. Amma gözəl şəraitiniz var, maşallah olsun. Sağ ol, sağ ol. Bu əraziyə yolunuz düşərsə mütləq gəlib burada dincələ bilərsiniz. Verilişimizin çəkildiyi vaxt bizə dəstək göstərdiyinə görə Qazı Bulağı İstirahət Mərkəzinə də öz təşəkkürümü bildirirəm bizə Sağ ol, verdiyi sağ ol, dəstəyə görə. sağ ol. Ha, yer gəlmişim bir sualım olacaq. Bura qonaq gələndə misal üçün özü ilə yemək gətirir. Olurmu elə? Ha, yemək gətirir, özü ilə produktunu gətirir. Kabab bişirə bilmirsən, mən Kömək verirəm, Yaş köməklə verirəm. gətirəndə besetqanı neçəyə verirsiniz elə? İndi məsələn sən gəlibsən, oturubsan, yeyirsən, içirsən, biri var 5 manat verir, biri var 10 manat verir. Stabil qiymət yox. Yox, eləsi var gəlir, məsələn 20 manat verir. Bəs çay neçə verirsiniz? Ha, çay müxtəlif. Ha, nə qədər burada içirsən, heç pulsuzdur. Çay pulsuz. Mən Rafət eşidirsən? Çay pulsuzdur. Nə Çay qədər içirsən. pulsuzdur. Yemək yedim pulsuz. Ha, çay. Və bildiyim qədər bu yaşıllığı, ərazidə Bəli. olan bayaq Hamısı. dəstək olursunuz. Bəli, bütün nə qədər ağaclar var beləsinə, hamısını özümüz əkmişik əlimizdən. Bunları becəririk, bax çinarlar əkmişik, 6-7 dənə çinar əkmişik, göycə əkmişik, alma əkmişik, hər şeydə belə bütün ağaclardan salmışıq, gül çiçəyi, hamısı özümüz elə. Maşallah. Bura elənci meşəli idi. Görürsən elənci. Bəli. Bax bunlar hamısının əllərimiz zəhməti ilə bunların hamısını mən düzəltdim. Maşallah, gəl gedək. gəl. Əllərimiz zəhməti ilə. Sağ olsunlar ki, bu şəraiti yaradırlar. İnsanlar asudə vaxtlarına gözəl burada keçirmək üçün elə gəlib. Soyuducumuz qıfıllıdır.
Hə, onun içində məsələn qab gətir. Mən demədim, mən Hə, dedim. birdən qabın yadından çıxdısa, qonaqsan, gəlsən qab gətirmirsən. Orada qabın var. Qabları istifadə elə, stəkanını zədin. Qonağınız olurmu? Hə, olur hə. Altı bazar hə. Mən- Altı bazar. Çıraq söner ha. Hə. Çırağı da çək. Bu antiklər xoşuma gəldi. Hə, sağ ol. Çox bəyəndim. Sağ ol. Biz harda əyləşəcəyik, yoxsa hələ Hə, elə burada əyləşəsən. Burada? Hə, burada əyləşəsən. Qulağım var. Oturaq da. Mən də hara getdim su içirəm də. Buz. Həm də bu suda bir şirin dad var. Mən dada çox həssasam. Bu dadı istəyirəm. Bu şirinlik nəyin dadı ola bilər? Gedək inşallah. Rahat içirsən. Gedək çayımızı içək. Yaxşılıq, gözəl bir yer. Necə oldu bu fikirləşdiniz? Mən buranı, mən bu oğlum təşrif elədi, dedi ata, belə bir yer düzəldək. Hani bu navesi düzəltdik. Dedi atan rəhmətlə qoy gəlsin, yesinlər, dua eləsinlər. Sonra dedilər bunu artıq qoy getsin. Bəlkə elə baxarsan, eləyərsən 5 manat, 3 manat verər. Baxdım ki, ağıllı söhbətdir deyirlər. Yavaş-yavaş artırdım. Kənd cəmaatı gəlirlər, ailəlisə otururlar, yeyirlər, içirlər. Sağ olsun, ancaq təmizləyib eləyib gedirlər də. Özləri. Özləri Bir təmizləyir. növü siz burada bağban işləyirsiniz. Bağban da, elə bir mən bağbanam. Elə mən anadan gəlmə bağbanam. Başqa Anadan gəlmə. Anadan gəlmə. Bu bağlara mən 20 il bağbançılıq eləmişim. Bu Eləmi? bağlara hamısına. Sonra məktəbdə İnsan nə ilə başlayırsa, məktəbdə işləmişəm 16 il bağban. Məktəbdə İndi işləmişəm. yolun davam edir. Hə, indi yolunu davam eləyirəm. Ağacları əkirəm, gül, çiçək belə gəlirəm, qəşəng gözəlləşsin. Həm də kəndimizin cəmaatından pendir alırlar, şəhliyyatı alırlar, bura gələn qonaqlar. Nə bilim, bunu alırlar. Pendiri məşhurdur. Hə, Neçə verirlər pendiri burada? 8 manata verirlər burada pendir, qəşəng gözəl pendirlər var. İt burnu, nə bilim, şəhliyyatı, bütün güllərdən də gəlib alırlar, 5 manata cəmaatımız xeyir görür buradan. Deməli, çay süfrəsində maraqlı mövzularımız olur. Əlbəttə bunların hər birini ekran qarşısına daşımaq olmur. Biraz öncə yaxşı yeməkdən söhbət getdi. Hansı yemək Kərur rayon bu bölgəsinə aid olan umac aşı. Əslində ləhcələr və bölgəyə görə sözlər dəyişilir. Aş sulu yeməyi deyirlər. Bəzi yerlərdə isə aş plova da deyirlər. Amma bu doğru deyil. Aş dediyimiz sulu yeməkdir. Umac aşı qavurmalı, undan belə səhv etmirəmsə, unla xəmiri eləyirsən. Umac eləyirlər. Kəsirsən, çıxırı umac. Onu umac deyirlər. Onun üstünə tökürlər, sonra qavurmanı tökürlər, soğan tökürlər, noxud tökürlər onun içinə. Bax. Doydum, doydum. O ləzzət verir adama. Ərişliyə bənzəyir. Ərişdədir, elə bir ərişdədir. Umac aşı ona deyilir, ərişdədir. Bu əldə kəsilir. İçinə gözəl pencərlər atırlar. Nə pencərə? Pencərə. Ələyiz. Livik, ələyiz. Livik bilmədim, amma ələyiz. Livik çox gözəl. Livik o vaxtı rəhmətli nənəm deyirdi ki, Allah rəhmət eləsin. o qədər vitamin olduğuna görə uşaqları ən çox olmazla saxlayırdıq da. Bax, həmən o livik. Qüvvətli yemək. Hə, qüvvətli yemək o idi ki, onunla saxlayırdıq. Yaxşı, beləliklə bu arada Kamil dayını tanırsan. Hə, qapı qonşu. Kamil dayı bizi bugün yeməyə çağırıb. Əslində bu kəndə gəlməyin səbəbi həm gözəl təbiəti ilə insanları tanış etmək, buradakı insanlarla həm söhbət olmaq, qonaqpərvərliyi haqqında. Çünki Şərur rayonunun bu kəndlər haqqında ümumiyyətlə mənə yazanlar, məlumat verənlər olmuşdu. Gəldik həqiqəti görək. Kamil dayı bizi yeməyə gözləyir. Gedək, həm tanış olaq, Allah verəndən də bir tikə yeyərik. Yemək süfrəsində görüşərik Kamil.
Biz yemək süfrəsindən qabaq dedi ki, bəs qonşuyuq. Elə bu həyatla da tanış olaq. Yer gəlmişkən ilk dəfədir Naxçıvanda kivi görürəm ağacını. Budur da səhv eləmirəm. Kivi oldu. Bu. Belə oldu, bax orası, görsən o da. Bu hardan tingin gətdizəkdir? Bunu bizim rayondan almışam. Satırlar. Hə, o birini də Bakıdan almışam. Da yer gəlmişkən. Bu nədir? Bura gəlmə. O da şeydir, Antap fıstığı. Bu da Antap Ha, fıstığı. bu da Antap. Bunu da burada. Ha. Ağsaqqal belə olsa gəlin biz də həyatda da kəssən onu. Bu da Ha, karalyokdur. bu da karalyokdur. Maşallah. Bu da Antap fıstığıdır. Va, maşallah. Maşallah. Heç qalıb dənəsi, baxaq görək nə tərdir. Dənəsi soruşuyor ha. Yoxsa niyyət elə gəl. Bu nə qədər verir məsələn belə? Maşallah. Bu 7 ilə bar verir. 7 ilə. Hə, 7 ilə bar verir. 700 il yaşayır. Oo, maşallah. 25 metr hündürlüyünə qalxır. Bar verəndə də 600-700 kilo bar verir hər biri. İndi bu nə qədər verir? Hə, bu məsələn bildir 18 kilo. Ay gül. Hə, 18 kilo bar verir. İndi mən bu il əksəm neçə ilə yer? Naxçıvanda satırlar. Dənəsini əksən 7 ilə bar verir. Bəs tinci? Tingin versən 3 ilə bar verəcək. Tingi hazır. Onda tincin al. Hə, tingi ondan yap. Maşallah xiyarlar çiçəkli. Çaylı artıq hə, hazırdır. Bu nədir belə uzun? Bu Parçayı bu. bunu bura şey aranjir əkirik. Onun qoyruğu üstünə ki, kıyokanı çırmasın. Nə əkirsiniz? Aranjirdə biber, pomidor. bura Onu dənəsində aranjir deyirsiniz. Hə də örtürük üstünü. Hə, parnik Parniklə, eləyirsiniz. hə, parnik eləyirik. Yəni Yazda isti. vermişik həyata. Hə, hə. Ondan da burada qalırlar. Maşallah olsun. Ərik hələ yetişməyib. Ərik yetişmir falan. Kəndinizi bəyəndim, like elədim. Çox gözəldir. İnşallah bax bura bax, bura. Mənzərəyə bax. Gəl bura bax, gəl buradan çıx bu mənzərəyə, gəl yaxınıma. Hər vaxtınız xeyir olsun. Necəsiz? Nə var, nə yox, keyfiniz sağlınız. Sağ olun, sağ olun. Hə. Baxım gətirdim. Ha belə, gəl yaxına bax. Hadi. Bu Antep deyil də, yaycı fıstıq. O da bu yaydı. Püstə, yaycı püstəsi. Bak denesin. Əkmək. Çox da az verəsən. Əkəcəm bunu. Ha, necəsiz? Sağ ol, yaxşı. Adınızı eşitdik, çox dedilər. Belə şükür Allaha gəlib də gördük. Bizim kəndimiz çox keçmişi kənddir. Qədimi. Sosialistdir, qədimi kənddir. Sabah gəlibsiz. Həmişə sizlər gələsiz, kəndimizi çəkəsiz, yayandırasız, belə anıtdırasız. Allah sizlərdən razı olsun. Bizim süfrəmizdə gəlibsiz, nemətlərimizdən kəsin, nöş eləyin. Sağ ol. Buyurun. Bismillah. Qatıq gətdin, hə? Maşallah. Ha, Allah razı olsun. Gördün sən yemək yemədi. Hə. Qatıq sevərim. Hə. Allah razı olsun. Sağ ol. Əslində yayımki nədir? Qatıqdır. Mən avdıq eləyirəm. Hər gün avdıq yeyirəm. İndi mən avdığı hər şeydən üstün tuturam. Amma hər gün də avdıq yesin, dizim bükülür. Tezdən də heç olmasa qaymaq bal yeyir. Günüzdə avdığıyla idarə elə. Biz yeməyimizi yeyək. Çünki yemək qarşısında, süfrə qarşısında sizlə həm söhbət olmaq o qədər də yaxşı sayılır. Yeməkdən sonra söhbətimizə davam edərik. İnşallah. Ha, bax belə çay süfrəsində dedik görüşərik inşallah. İri qabı verdim sanki söhbət yarar. Limon istəyirsiniz? Limon çalmışam. Və mən niyə salım? Belə qardaşlıq Bax, olur. qardaş, dostlara yadımdan çıxdı. Mən elədim salmışam. Qardaş deyirsən, biz dostlaşırıq, qardaş deyirik. Bir də yadıma düşdü. Bismillah.
Gözəl bişirib, maşallah olsun. Neçə ildə arı işi ilə məşğul olsun? 15 ildən çox olar, 15 il zaten. Maşallah. Keçən il arı ölüm oldu mu? Neçə arın var ümumiyyətlə? 23 arım vardı. Burada çox ölüm olmadı. Gümüşlü Cağazirdə çox oldu. Hı? Arılar yeşikliyə tərk elədi, getdi. Ha. Nə etsə yeşikliyə tərk elədi, getdi. Bala şəkər tozu qatanlar olur. Onlara münasibətiniz necədir? Şəkər tozu belədir də qardaş. Arıya yaz vaxtı, arıya şəkər verməzsən və yaxud da ki, Gücü olmaz. Gücü olmaz. Yəni bu çox qurtlamaz. Amma indi, bax, indi indi bir. yox. İndi olmaz. İndi Adam bağı var. gəlmə zamanıdır. Adam var ki, indi İndi yox. 4 bir əli mən gözümlə görmüşəm. Qazanı, Hə. xeyir şər qazanı. Hə. Şərbətlə arıçılığındadır, görmüşəm. Hə, o eləyirlər, eləyirlər. Düz deyirsən. Adam özü üçün yemir, ha. Satır deyən, o da haramdır. Yox, o satsın. Olmaz. Elə bir, Hə. Mən Elə bir sizə- özü uşağına, öz nəvəyə yedirdirsən, bunu niyə belə deyirsən? yəni mən deyirəm ki, arıların qırılmağı oldu. Elə, Bunun oduna yaşda yanır. elədir. Allah Teala sizə ibrət olaraq deyir ki, ay bəndə, qatma. Fatma. Yəni sən bunu, sən də 30 manata versən 35-ə, qatan da ver 35-ə, qatmayan da. Elədir. Adam var gücü yarım kilo bala çatır, 1 kilo evinə dərman kimi var. Hə. Sən onu necə qata bilərsən? Beləliklə maraqlı söhbətimiz davam edir. Birazdan başqa bir məkanda görüşmək ümidi ilə sağollaşırıq. Sağ ol. Düşəm sizlə bu həyətimə, bu mənim öz zəhmətimdən belə deyim. Demək belə Başa gəlir. görün çalışqan adamsın. Bəli, bəli. Çalışma işləməyi xoşlayıram. Deməli, buradan bir tövsiyəm var da. Bəli, İndi məsələni göstərəcəm. Biləsiniz ki, tövsiyə nədir? bəli. Adam icra nümayəndəsi çalışır, amma bekar durmur. Maşallah olsun. Və bu ot öz-özünə biçilib. Mən görən kimi görürəm ki, ot biçilib və parnik. Keçək ora. Buyurun. Çox maraqlıdır. Kesin. Nə var əhmirsən bunlar? Maşallah. Bu mart ayı inşallah düzəltmişəm. Ziyarət gəlmiş. Ziyarət etmişəm, bəli. Bunlar. Pencər də orada var, hər bir Baxaq şey var. mı? Buyurun, buyurun, buyurun. Bismillah. Buyurun. Dadına baxın. Bax, bax. Çiçəyi burnunda. Bu başqa sort xiyardır müəllim. Sizə bir başqa şeydir. Hı, Sortunu da verəcəm. Bunun da dadına baxın. Bu tamam başqa bir şeydir. Onunla bu fərqlənəcək. Tam gübrəsiz. Bəli, bəli. Tam gübrəsiz, tam belə deyək də, mən o gübrədən istifadə eləmirəm. Tam Bu neçə ay açacaq belə? 3 aya, 2 aya belə Bismillah. gəlib, bəli. Dadında tamam fərqli şey tam var. Bu xiyarlar satırlar. Bəli. Niyə bu belə deyir? Onlarda gübrə verilir axı yəqin ki. Mən gübrə verməmişəm. Heç bir gübrədən istifadə eləməmişəm. Bunların hamısı belədir, torpağın gücünə. Yox, bunları gəlib. bir-bir ipləri özün Hamısı, bağlamısan. bəli, bəli, bəli. Heç iş vaxtından sonra gəlmişəm, o işlərlə məşğul olmuşam. Asibi vaxtımı belə deyək də, dəhərli keçirtmişəm. Bu gün ləzzət ovçusu olaraq Şərur rayonunun Yuxarı Yaycı kəndində olduq. Xüsusi ləzzətləri ovladıq. Gəzdik, gördük. Maraqlı yerlərlə tanış olduq. Mütləq yolunuz düşərsə, elə məhz bu eldən, bu obadan da gəlib, keçin, bir ziyarət edin. Və gözəl bir şəxslə də tanış oldum ki, Sağ olun. öz əməyi ilə, öz əziyyəti ilə bu gözəlliyi, bu barlı, bəhrəli məkanı tərəvəzləri yetişdirmişdir ki, həm istifadə etmişdir, həm də bir daha sübut etmişdir ki, torpaqda izi olmayanın Bəli. süfrədə Dadına Yüzü olmaz. Düz deyirsiz. mən sənə təşəkkür Sağ ol. edirəm. Çox əziyyət verdik. Xoş Haqqını da. halal elə. Heç bir Sağollaşırıq. Halal xoşunuz olsun. Allah razı olsun. Haqqınızı halal edin. Ümidvaram gələn həftə görüşərik. Gələn həftə harda olacam? Hansı ləzzətləri ovlayacam? Hansı gəzməli, görməli yerləri sizlər üçün
ekran qarşısına gətirəcəm. Hələ özüm də bilmirəm. Eləməz, Rəfətgilin bölgəsinə gedəcəyik, Şahbuz rayonuna. Görüşmək ümidi ilə. Sağollaşıram. Özünüz də müğayət olun. Allaha əmanət olun.